Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə bulka xəmirindən piroq hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 1 stəkan yarım ilıq süd. Çox qaynar da olmasın, soyuq da olmasın. Bunun üzərinə 3 xörək qaşığı şəkər tozu. Bunları biraz qarışdırıram. 1 paçka vanil. İki yumurta. Bunları belə qarışdırıram. Sonra isə içərisinə, məndə qaşıq biraz böyükdür deyə mən 1 qaşıq əlavə etdim. Amma siz 1 çay qaşığı yarım maya droji əlavə edib, biraz belə qarışdırırsınız. Və üzərinə un az-az əlavə edib qarışdırırsınız. Sonra isə əllə yoğurmağa başlayırsınız. Və 110 qram əridilmiş kərə yağı. Bunu da əlavə edib, yenə un nə qədər lazımdırsa əlavə edib, belə yumuşaq xəmir yoğurursunuz. Baxın, təmiz əllə əl vuranda xəmir ələ yapışmır. Və xəmiri qoyuruq 1-2 saatlıq isti yerdə gəlsin. Xəmir artıq gəldi. İndi isə xəmiri 2 hissəyə bölürəm. Bir hissəsini biraz böyük, bir hissəsini isə balaca. Balaca hissəsi üzərinə bezə üçün lazımdır. Böyük hissəsini tava boyda yayıram. Mən yağlı kağız qoymuşam. Siz tavanı yağlayıb da qoya bilərsiniz xəmiri. Və üzərinə cim sürtdüm mən. Siz varenya da sürtə bilərsiniz, yəni fərqi yoxdur. Və üzərinin bəzəyini istəyə görə eləyə bilərsiniz. Mən belə hazırladım. Siz xəmirə qatan yumurtalardan bir yumurtanı bütöv, bir yumurtanın ağını qatıb sarısını üzəri üçün saxlaya bilərsiniz. Mən 2 yumurtanı da qatdım və üzəri üçün yenə yumurta qırdım başqa. Baxın, belə hazırladım. Sonra isə qalan xəmirdən də belə güllər hazırlayıb düzürəm. Və xəmirlərin olduğu yerə yumurtanı qırıb çalmışam, yaxıram və 200 dərəcədə qızdırılmış sobada üzəri qızarana kimi bişirirəm. Çox yumuşaq, çox dadlı piroq alınır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı və like qoymağı unutmayın. Çox sağ olun.